Panik atak haqqında ən çox verilən 5 suala cavab verəcəm. Birincisi, panik atak insanı öldürə bilərmi? Panik atak qətiyyən öldürücü bir pozuntu deyil. Panik atak zamanı ürək döyüntüsü, tənk nəfəslik və boğulma hissi olsa da, bu bədənin qorxu sisteminin yanlış aktivləşməsidir. Ürəkdə və ya beyində zədələnmə yaratmır. Hiss çox güclüdür, amma fizioloji olaraq təhlükəsizdir. İkinci sualımız, panik atak ürəklə əlaqəlidirmi və ya hər hansı bir ürək xəstəliyi yarada bilərmi sualıdır. Panik pozuntu psixoloji bir problemdir, ürəklə əlaqəsi yoxdur. Panik atak əlamətləri, yəni çarpıntı, sinə ağrısı ürək xəstəliklərinin əlamətlərinə bənzəyir. Buna görə də ilkin kardioloq müayinəsi vacibdir. Əgər kardioqramma, echo və qan analizləri normaldırsa, deməli diaqnozumuz dəqiqləşir, problem psixolojidir. Panik atak illərlə şiddətli şəkildə davam etməsə, ürəkdə heç bir problem yarada bilməz. Üçüncü sualımız, panik atak neçə dəqiqə davam edir? Klassik panik atak 10-20 dəqiqə davam edir. Bu hiss sanki saatlarla davam edirmiş kimi gəlsə belə, müddəti o qədərdir. Atak sonrası yorğunluq və zəiflik hissi ola bilər. Dördüncü sualımız, panik atak nə vaxt olur? Səbəbi nədir? Panik atak çox vaxt dəqiq səbəbi bilinmir, amma xroniki stres, yuxu pozuntusu, kofein, enerji içəcəkləri, alkoqollu içkilər, emosional yüklənmə kimi səbəblərlə tətiklənə bilər. Və nəhayət 5-ci sualımız, panik atak keçəcəkmi, yoxsa ömrü boyu qalırmı sualıdır. Doğru yanaşma ilə, yəni vaxtında və düzgün müalicə ilə panik atak tam sağalır.